Salam, hörmətli izləyicilərimiz, xoş gördük sizləri. Bugün Masazır qəsəbəsində qəşəng bir obyektli, hazır işləş arendada kirayədə olan obyektli həyət evimizi sizlərə təqdim edirik. Bax, bu cür görünüşü var. Qəşəng, əla bir Masazırda əla bir komplekslərin yanında yerləşir. Kupçalı çıxarışlı 2 mərtəbəli 3 sotda 5 otaqlı həyət evi, həm də 400 manata kirayə verilən obyekti var. Şəraiti var obyektin. Kondisioneri. İçində bax bu cür xırdavat əşyalar satılan bir istifadə olunan bir obyektimiz. Orada sanitar qovşağı, mətbəxdir. Kondisioneri, aylıq gəliri 400 manat. Evin içinə daxil olan hörmətli izləyicilərimiz. 3 sotda 200 kvadrat yaşayış sahəsi, 5 otaq, kupçalı həyət evimiz. 2 mərtəbə kürsülü obyekti var. Həyətin görürsünüz arxa tərəflərinə keçib sizlərə göstərim. Arxa, yan, 4 tərəflərinə keçib hərəkət etmək olur. Şəxsi evimiz şəxsi tikili evdir. Öz sahibi tərəfindən inşa olunub. Bax, buradan keçirsən. Arxada belə bir boş ərazimiz var. Bax, bu cür. Bax, burada da evin digər bir hissəsi var. Evin zirzəmisi var. Boy verən zirzəmi. Bu cürdə mərkəzi kanalizasiya, qazı, suyu, işığı, hər bir şəraiti var. Kanalizasiya xətti, evində torpağında kupçası var. Buradan zirzəmiyə daxil olursan, həyətin görünüşü də bu cürdür. Hörmətli izləyicilərimiz, içinə rahat 2 maşın daxil olur. Evimizin xarici görkəmi qəşəng vəziyyətdə, şəxsi tikili, super məktəbə yaxın yerdə müxtəlif yaşayış obyektləri mövcuddur. Çox əla bir yerdə. Evin də qiyməti 190 min manat. Start qiymət, alıcılara yenə də cüzi endirim olunacaq. 2 mərtəbə monolit beton, qoşadaş, şəxsi 5 otaqlı həyət evimiz. İlk öncə salondan başlayayım. Çox geniş salonu var. Bax, bu cür panorama tipli öz həyətə baxan pəncərəsi. Haradasa 45 kvadrata yaxında salon isə spot lampalarla təchiz olunub. Öz həyətinə baxan pəncərə, rəngli pəncərə. Bu isə 20 kvadratlıq 4-ün 5 olan mətbəx hissəmiz. Qazı, suyu, işığı, mərkəzi kanalizasiyası hər bir xətti mövcuddur. Əşyaları yığ, yaşa. Bax, bu cür ev. Qoşadaş, 4 tərəfdən qoşadaş, 2 mərtəbə, 5 otaq, 3 sotda hazır işləş vəziyyətdə olan obyekt. Aylıq 400 manat gəlir gətirir. Bu isə 1-ci mərtəbədə olan 6 kvadratlıq sanitar qovşaq hissəmiz hazır. Təmirli, döşəmədən isitmə sistemi kombi ilə həyata keçəcək. Pilləkənin altı boş qalmasın deyənə saxlanıcı yeri kimi istifadə üçün təmin olunub. 2-ci mərtəbəyə qalxırıq. 2-ci mərtəbədə 4 yataq otağımız yerləşir. Bu da evimizin balkon hissəsi. Qəşəng. Bu da obyekt hissəmizdir. Bu evə aiddir. Həyətimiz küçə, asfalt, çox əla bir yerdə yerləşir. Kompleksdir. 2-ci mərtəbədə bax, bu cür birinci sanitar qovşağımız yenə 6 kvadrat döşəmədən isitməli, qəşəng formada. Bu bir yataq otağımız. Ya iş, ya saxlanıcı kimi, ya qardırob kimi yataq otağı da eləmək olar. Burada bir yataq otağımız, geniş yataq otaqlarımız var. Təmirli vəziyyətdədir, hazır təmirli. 14-16 kvadrat bir yataq otağımız. Yenə xatırladım, 3 sotda 400 manat gəlir gətirən obyektlə bir yerdə 2 mərtəbə 5 otaqlı həyət evimizin kupçalı vəziyyətdə sənədləri qaydası olan evimizin qiyməti 190 min manatdan satışa çıxıb. Real müştərilərə mütləq endirim olunacaq. Geniş otaqlara malik, səlis, təmiz, səliqəli, təmirli bir evimiz. Qiymət 190 min manat. Müştərilərimizə yenə qiymətdə endirim olunacaq. Hörmətli izləyicilərimiz, çox gözəl fürsətdir. Bu fürsəti
Videomuzu diqqətlə baxın, dəyərləndirin. Buyurun, hörmətli izləyicilərimiz, söz sizdə. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.